Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə uşaqlıq illərimizin ən sevilən, dadlı, ləzzətli südlü korjikin hazırlanma qaydasını göstərirəm. Birinci olaraq südü qızdırırıq, amma qaynatmırıq. Videoda görürsünüz, mən südü biraz çalxalayıram ki, südün buxarını görəsiniz ki, yəni bu cür qaynar olmalıdır. Üzərinə şəkər tozu və vanili əlavə edib çırpıcı ilə biraz qarışdırırıq. Şəkər tozu tam əriməlidir, yəni həll olunmalıdır. Eynən bu cür. Sonra qoyuruq kənara soyusun. Başqa qabı götürürük. Qaba kərə yağı və yumurtanı əlavə edib çırpıcı ilə biraz qarışdırırıq. Üzərinə soyumuş süd qarışımını əlavə edirik. Ardınca un və qabartma tozunu hissə-hissə əlavə edib spatula ilə biraz qarışdırırıq. İndi də əlimizlə yoğururuq. Ələ yapışmayan yumuşaq xəmir alınır. Əziz izləyicilər, videonun alt bölümündə, açıqlama hissəsində mən resepti yazacağam. Siz oradan istifadə edərsiniz. Hazır xəmiri salafana büküb soyuducuda 30 dəqiqə 1 saat saxlayırıq. Xəmir özünü daha da tutsun. Bu arada korjiklərin üzəri üçün bizə lazımdır 1 yumurta sarısı, 1 çay qaşığı süd və 2 damla bəhməz. Xəmiri yayırıq 1 sm qalınlığında, diametri isə fiqur kəsən formanın diametri 9 sm-dir. Bu cürə hamısını kəsirik, forma veririk. Soba qabına yağlı kağız sərib üzərinə düzürük. Üzəri üçün hazırladığımız yumurta qarışımını çəkirik hər tərəfinə. Sonra çəngəllə naxışlar edirik. Öncədən isidilmiş sobada alt-üst rejimdə 180 dərəcədə pişiririk. Mənim sobamda 17 dəqiqəyə hazır oldu. Sobalar fərqli olduğu üçün əzizlərim, siz öz sobanıza uyğun pişirmə vaxtını, dərəcəsini tənzimləyin. Budur, artıq korjiklərimiz hazırdır. Mən 2 fiqur kəsən formadan istifadə elədim. Baxın, görün necə gözəl alınıb. Rəngi də qıpqırmızıdır. Bişməyi də yumuşaq. Əzizlərim, bu reseptlə məndə 14 ədəd korjik alındı. Mütləq siz də bu reseptlə hazırlayın. Bilirəm ki, siz də mənim kimi uşaqlıq xatirələrini yenidən yaşayacaqsınız. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.